Hər kəs salam dostlar, mən Rəşad. Bu videoda Bakıda olan ən ucuz və ən bahalı pizzaların dadına baxacağam və sizə aralarındakı fərqləri deyəcəm. Videoya keçmədən əvvəl belə bir şey demək istəyirəm. Mənə çox sual gəlir ki, kompüter oyunlarını hardan alırsan? Mən oyunlarımı limancase.com-dan alıram. Bu saytın ən müsbət halı odur ki, bütün ödənişlər manatladır və milli öndən istifadə etməklə bütün oyunları rahatlıqla almaq olur. Bu saytda GTA 5 14 manatdır, Minecraft 5 manatdır. Digər saytların hamısında bunun 2 qatı qiymətinə qoyurlar. Mən də son zamanlar bu saytdan istifadə edirəm. Həmçinin bu sayt orijinal oyunların satışı ilə də məşğuldur. Saytın linki aşağıdadır. Girib daha ətraflı məlumat ala bilərsiniz. İndi isə keçək videomuza. İlk öncə ucuz pizzanı yeməyə gəlmişik. Pizzanı indi isə göstərim. Bu pizza 8 dilimi var belə. Ölçüsü 5 manata görə məncə yaxşıdır, yəni belə adamın gözünü doyuzdurur. İndi isə dadına baxacağam. Bəli, baxıram dadına, çox gözəl. Bu dilimlənməyib baxı, bu dilimlənməyib. Hə, baxıram dadına. Çörəyin üstünə ketçup sürtüb, üstünə biraz ət atıblar, belə dad verir, yəni. Deyim, pendirin dadı da gəlmir, yəni. Holland pendirinin dadı da gəlmir. Bir dənə dadına baxım. Hər gün yediyim pizzalardan biridir. Amma dadı yaxşıdır, yəni belə. Yemək olar, yəni. Sən nə demək istəyirsən, Bəruz? Bəruz deyildi burada, kamera arxasında. Nə demək istəyirsən? Normal. Yaxşıdır. İndi isə gedəyib bahalı pizzanı yeməyəm. Hal-hazırda gəlmişik Domino's pizzaya. Arxamızdadır belə, bilmirəm görsənir. Birazdan gedəcək Domino's pizzaya. Və deyim, telefonu əlimdə tutmağımın səbəbi mikrofonumuz yoxdur. Telefondan qeyd edirik. Yəni altda rəydə bir çox adam soruşur. Yəni indi isə Domino's pizzaya gedirik. İndi isə orada ən bahalı pizzanı sifariş verməyə çalışacağıq. Baxaq görək ən bahalı pizza neçə olacaq. Gəlib dadına baxacaq pizzanın. Bəruz da dadına baxacaq. Arxamda kamera arxasında. Pizzanın ən bahalı pizzalarından biridir. Ümumiyyətlə bu yoxdur, yəni menyuda yoxdur bu. Siz istəsəz özəl sifariş verə bilirsiniz bunu. Necədir? Normalda ən bahalı pizza 20 manatdır burada. Amma bu sifarişlə 30 manat. Bunun üzərində 20 manatlıq pizzadan daha çox əlavələr var. Yəni bunun qıraqları pendirdəndir bunun. Pizzanı yaxından göstərək, baxın bir dənə pizzaya. Pizzanın belə 8 dənə dilimi var. Bunlar bu üstündə elə bunun qarğı dalsıdır. Bu zeytun, pomidor, saska, yəni qarışıq pizzadır. Üstündə hər şey var. Dilimin də biri bu boyda ağırdır, yəni dilimin biri. Belə göstərim mən. Açsanda ağır olur. Çünki qiyməti 30 manatdır, yəni. 30 manat ağır olmalıdır. İndi isə sözü çox satmıram. Pizzanın dadına baxıram. Çünki yəni pizzaya uzaqdan baxanda görürsünüz. Dadını izdən təxmin edə bilirsiniz pizzanın. Yəni ilk dəfə deyirəm mən bunu 30 manata. İndiyə kimi mən maksimum 10 manata pizza yemişəm. Görək necə olacaq dadı. Pizzanın dadı əladır, yəni əla. Yenə də dadına baxıram pizzanın. İndi bu səfər ortasıdır, tam qarışıq olan hissəsidir. Pizzanın dadı həqiqətən çox yaxşıdır. Yəni üstündə ləvazimatları göstərdim bayaq. Üstündə çox ləvazimat var. İndi isə sözü Bəhruza veririk. Kamera arxasında dayanan Bəhruza bayaqdandır pizza yemək üçün özünü öldürür. Mən pizzam beydə. Elə deyəm pizza. İndi isə Bəhruz dadına baxacaqsın. Güzel ya. Dişlədikdən dişləmək istəyirəm, Allah haqqı. Sən şeylərində yeyəndə fikir verin, nə biçim? Dəhşət dadı var.
Qulağı nədir? Pendirli idi qulağı. İndi ilə mən gəldim. Bu səfər mən də dadına baxacağam. Yəni pizza elə bir şeydir ki, bunu yeyirsiniz, fərqini yemək istəyirsiniz. Ona görə belə yaxşı pizzadır. Su verdən mənə. Deyərsiniz ki, videonun da yemək oldu, danışmadılar. Ama danışılacaq heç nə yoxdur burada. İçində Qıramı hər şey yazmışsın var. ha? Marketdə olan hər şey var. Qıramı yazmışsın. Bəhruz Bey 29:00. İndi isə evə gedəcəm. Evdə ikisinin fərqini deyəcəm indi. Evə gedəndə baxın indi 1 saniyə içində evə gedəcəm. Baxın indi evə gedəcəm. İki pizzanın da dadına baxdım. İlk öncə ucuz pizzadan başlayım. Yəni açıq desəm pizza dadı gəlmirdi belə yaxşı. Görünüşü o qədər də pis deyildi, belə yaxşı görünüşü var idi. Yəni ona 5 manat verəcəyimə üstünə 5 manat da qoyub daha yaxşı bir dənə pizza yeyərəm. Çünki həm də pizzada işlədilən ləvazimatlar da az idi. Qiymətinə görə yəni normaldır. Çox yaxşı da deyənməyəm. Çünki 5 manat az da deyil, 5 manat. Bahalı pizza isə yaxşı idi dadı. Yəni çox yaxşı idi. Çünki bahalı pizzadır adından da olduğu kimi. Videoda onsuz bahalı pizza çox demişik onun haqqında. Yəni deyim 30 manata görə dəyər. Əslində 30 manata da dəyməz. Yəni necə deyim 3-4 aydan bir getsəz ancaq elə, yoxsa belə bir həftədən bir dəymir məncə 30 manata. Onun yerinə oradan 18-16 manata belə pizza yemək məncə daha yaxşıdır. Belə düz demirəm. Səhv deyirəm mən. Mən düz səhv. Videoda da gördünüz onsuz hamısını yedim. 5 manatlığın da onsuz hamısını yedik, amma yəni dadına baxır. Yəni 5 manatlığı biraz məcbur yeyirsən elə bil, amma əgər bu videoya 5000 like gələrsə, belə videoların davamı gələcək. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Yanımda dayanan videolara gedib baxa bilərsiniz. Yəni 2 dənə video var burada. Burada var bir dənəsi də burada var. Onlardan birinə gedə bilərsiniz. Instagram səhifələrimizdə bu aşağı tərəfdə buralarda bir də çıxacaq. Ən əsasında kanala abunə olmağı unutmayın. Yəni bu iki videodan birinə gedib onları izləyə bilərsiniz. Gedin. Tamam.